Başladım mən umaçlı piroqum hazırlama. Buna nə gedir? 5 stəkan undur, 2 stəkan pesokdur, bir də yağda simişka yağı. Tam dolu yox, belə normal. Belə başından biraz aşağı 1 stəkan bunu eləyirik, əlavə eləyirik. Sonra bir dənə vanildir, halallıq üçün duzdur, bir də 4 yumurta, 1 stəkan da qatıq. İndi qatığı bunu umac eləyirik. Qatığı hamma əlavə eləyirik. Qatıqla yumurtanı bir çalırıq. İndi halallıq üçün duzunu da əlavə edeyim. Bismillah. İndi bunu necə umac elədim? Göstərdim sizə. Bismillah. Bax belə də adi umacı necə edilir? Əlcəkdən istifadə eləmədim. Qızlar, bunu belə umac eləyirik. Yaxşıca oluşdurup umac eləyirik. Sonra da yumurta ilə qatığı, bir də bir çay qaşığı da soda əlavə edirik. İndi qabartma tozu olan qabartma tozu əlavə edə bilər, amma mən varımı istifadə eləmirəm. Belə bir çay qaşığı tam dolu olmasın da, belə normal. Belə umacımız hazırdır. İndi bura çay qaşığı da o qədər, çox dolu yox. Belə. Bunu əlavə edək. Bu yeşil qaşıqla qarışdırım onu. Qızlar, bunu da üstü üçün götürürəm bu umacdan. Üstünə əlavə eləmək. Zövqə görə istəsəz bundan da əlavə edə bilirsiniz. İstəsəz qoz, fındıq, nə bilim zövqə uyğun. Belə qarışdıraq sodanı. Belə qızlar, yumurtanı da bunu əlavə edeyim. Yumurtanı biraz qarışdıraq. Sonra umacı əlavə edirik. Bunu umacın içine əlavə edirik. Bismillah. Böyle yavaş yavaş. Bir daha hər vaxtınız xeyirli uğurlu olsun dəyərli YouTube izləyicilərim. Bugünləri umaçlı piroq hazırladım. Reseptini də orada hamısının ərzaqları açıqca dediyim. Bu da bizim piroqumuzdur. Biraz xəmiri bərk olsa da yumuşaq, ələ yapışmamaq üçün simişka yağından istifadə edeyim. Bu da üzərinə götürdüyüm umaçdandır. Əlavə edib qoyuruq 170 dərəcəyə pişməyə. Bu da bizim umaçlı piroqumuz. Qoyaq pişsin. Kızlar, bu da mənim piroqum hazırdır. Bax belə yumuşaq kövrək piroq hazırlanır. Bax belə. Çox kövrəkdir bax belə. Baxın, bismillah. Belə.